Baxın, o biznesmenlər ki, özlərinə inanır, öz daxili dayaqlarını formalaşdırıb, öz daxili bacarıqlarını, öz energetikalarını evi yanında əlindən keçir, növbətini tikəcək. Amma o adamın ki, güvəndiyi bir şeylər, aldığı sertifikatlar, aldığı qiymət, aldığı evdir və ona nəyisə onda bir gecə saçı ağara bilər. Bizim əsas güvən yerimiz daxili dayaq olmalıdır. Biz xarici dayağa fokuslu uşaq böyütməyə də meylli olmuşuq Sovet dövründən. Yəni sənin əlaçı qiymətin və diplomun daha mənim üçün önəmlidir. Nəinki sənin özünün varlığında olan unikallığın, yəni reallıq budur. Mən isə onun tərəfindəyim ki, birinci uşağa diqqət verək özünə və onu o lövhələrlə səciyyələ, özünü yəni lövhə ilə tanınmağı problem yaradacaq. Gələcək praktik real həyatda. Amma ümumiyyətlə Sovet dövründə bu çox gözəl siyasət idi. Yəni ki, bu çox oynadı, yaxşı da işlədi. Gördünüz insanda necə ambisiya yarandı, necə proseslər. Bu hamısı məqsədyönlü idi və çox yaxşı da tutdu. Yəni öz dövründə çox yaxşı da tutdu. Fərdi insanlara ziyan oldu.